Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli müəllimlər. Mən Müəllimlər Birliyi Akademiyasının Azərbaycan dili və eyni zamanda kurikulum təlimçisi Səbinə Səmədova. Bugün ibtidai sinif müəllimləri üçün nəzərdə tutulmuş Azərbaycan dili fənnindən 10 test tapşırığının sizə izahını verəcəm. Bildirmək istəyərdim ki, əgər siz də ödənişsiz şəkildə Azərbaycan dili, riyaziyyat və kurikulum fənlərindən dərslər izləmək istəyirsinizsə, mütləq ki 051 641 88 34 nömrəsinə yazmağınız kifayətdir. Avqust ayının əvvəllərinə qədər MB Akademi tərəfindən ibtidai sinif müəllimləri üçün ödənişsiz dərslər keçiriləcəkdir. Sualların izahına başlamamışdan əvvəl sizdən ilk xahişim ondan ibarətdir ki, videonu izləyərkən like atmağı və yorum yazmağı unutmayın. Səhifəmizi takib etdiyiniz zaman davamlı olaraq səhifəmizdə yeni videolardan və shortslardan xəbərdar olacaqsınız. Yenilikləri görmək istəyirsinizsə, mütləq ki MB Akademi və yaxud Arzu Ələddin qızı YouTube kanalına abunə olun. Başlayaq ilk sualdan. Sual bundan ibarətdir ki, hansı cümlədə həm mənsubiyyət, həm də təsirlik hal şəkilçisi qəbul etmiş, qeyri-müəyyən əvəzlik işlənmişdir. Bir-bir cümlələri təhlil etməliyik. Gəlin baxaq müəllimlər A variantına. Deyir ki, hamının fikrini dinlədikdən sonra qərar verdik. Baxaq, hamının fikri. Fikir hamıya aiddirsə, burada mənsubiyyət yox, yəlik hal şəkilçisi olan, yəni hamının sözünə əlavə olunmuş ın şəkilçisi yəlik hal şəkilçisidir. Amma bizə deyir ki, həm mənsubiyyət qəbul eləsin, həm təsirlik hal. Ona görə biz avtomatik A variantımıza çıxmalı oluruq. B variantına baxaq. Kimisə günahlandırmaq ən asan yoldur. Əsas məsələ kömək etməkdir. Kimisə əvəzliyinə burada mənsubiyyət şəkilçisi əlavə olunmayıb axı. Baxın. Görürsüz? Nəşriyyat bəzilərinin kitablarını çapa hazırlayır. Bəzilərinin əvəzliyi mənsubiyyət, bəzilərinin ifadəsinə müəllimlər. Baxıram ki, bizə deyir yəlik hal olmasın, təsirlik halı olsun. Amma baxıram burada bəzilərinin əvəzliyinə yəlik hal şəkilçisi əlavə olunub. Ona görə C variantı da yanlışdır. Daha sonra D variantına baxaq. Deyir ki, şagirdlərin bir neçəsini olimpiyadaya sənədləşdirmək lazımdır. Baxıram ki, qrammatik təhlil edən zaman burada qeyri-müəyyən əvəzlik işlənib. Qeyri-müəyyən əvəzlik hardadır burada? Baxın, bir neçəsi. Qeyri-müəyyəndir də, dəqiq deyil neçə dənədir. Bir neçəsidir. Mənsubiyyət şəkilçili söz. Orada neçəsi. Sı, si, su, sü. Gördünüz? Şagirdlərin bir neçəsi. Bu mənsubiyyət şəkilçisi qəbul edilibdir. Bitişdirici samit N samitidir. Daha sonra təsirlik hal şəkilçisi İ şəkilçisidir. Görürsünüz? Doğru cavab variantımız D variantı olmuş oldu. Eni də təhlil edək. Deyir ki, hərə öz işini vaxtında tamamlasa, heç bir problem yaranmaz. Baxıram, burada əvəzliklər hansılardır? Hərə, öz. Amma baxıram, heç bir şəkilçi qəbul etməyiblər. Amma mənə deyir axı, mənsubiyyətlə təsirlik hal şəkilçisini qəbul etmiş olsun. Ona görə E variantı da yanlışdır. Bizim doğru cavab variantımız oldu D variantı. Sual 2-yə baxaq. Hansı cümlədə düz sözü həm leksik, həm qrammatik xüsusiyyətlərinə görə omonimlik xüsusiyyəti daşıyan zərfdir? Gəlin baxaq. Deyir ki, kitabları rəfə yan-yana düz, sonra otağı təmizlə. Bax, burada düz nə et? Düz əmr verir də, əmr formasıdır. Düzdürmü? Yəni, feilin əmr formasındadır. Və yalnız feil olduğuna görə heç bir omonimlik xüsusiyyəti daşımır. Daha sonra həm də zərf olmalıdır bizə deyir. Sən həmişə düz danış ki, heç kim səndən inciməsin. Bu qalsın sona. Yolun kənarındakı geniş düz insanı valeh edirdi. Yolun kənarındakı geniş düz ifadəsində düz nə? Düz isimdir. Coğrafi məkan anlayışıdır. Mənə deyir axı zərf olsun. Deməli C variantı da A variantı da hər ikisi yanlışdır. Düz evin yanına çatanda yağış bərkdən yağmağa başladı. Düz evin yanına çatanda. Gəlin düz sözünü çıxardaq. Evin yanına çatanda yağış bərkdən yağmağa başladı. Gördünüz? Düz burada nə kimi işlandı? Ədat kimi. Deməli D variantı da yanlışdır. Bu məsələdə onun fərziyyələri tamamilə düz çıxdı. Düz çıxdı ifadəsi biraz zərf və yaxud ismi xəbər bir hissəsi kimi görsənə bilər. Amma tam olaraq burada düz çıxdı. Nə? Zərf kimi görünə bilir. Amma omonimlik xüsusiyyəti daşımır. Ona görə variantda yanlışdır. Gəlin B-yə baxaq. Deyir ki,
Sən həmişə düz danış ki, heç kim səndən inciməsin. Düz sözü burada fərqli leksik mənalara bölünür. Məsələn, ola bilər omonim kimi düzmək feili, düzənlik, düz xətt müxtəlif mənalarda işlənə bilər və həm də fərqli qrammatik nüsxələrinə aid ola bilər. Məsələn, sifətə, zərfə, feilə, ədata. Deməli bu sözün həm leksik, həm qrammatik cəhətdən omonimliyi olmuş oldu. Doğru cavab variantımız B variantı. Keçdik sual 3-ə müəllimlər. 3-cü sualda deyir ki, müəllim sinifə daxil olanda hamı ayağa qalxdı cümləsinin sintaktik təhlili ilə bağlı doğru fikri müəyyən edin. Cümlə 2 baş, 2 köməkçi nitq hissəsindən ibarətdir. Gəlin baxaq. 2 baş deyəndə, yəni mübtədasının xəbərini nəzərdə tutur. Müəllim sinifə daxil olanda hamı ayağa qalxdı. Nə etdi? Ayağa qalxdı. Kim ayağa qalxdı? Hamı. Düzdürmü? Bəli, bir mübtədası var, bir xəbər var. Deyir ki, 2 köməkçi nitq hissəsindən ibarətdir. Baxıram ki, müəllim, sinif, daxil olanda bunlar əsas nitq hissələridir. Köməkçi nitq hissələri deyil. Köməkçi nitq hissələri biz bilirik ki, qoşmadır, bağlayıcıdır, ədatdır, modal sözlərdir, nidadır. Baxıram ki, mənim cümləmdə köməkçi nitq hissələri yoxdur. Deməli, A variantı yanlışdır müəllimlər. Keçdik B variantına. Cümlədə feili bağlama tərkibi zaman zərfliyi vəzifəsindədir. Baxıram feili bağlama tərkibi hansıdır? Müəllim sinifə daxil olanda, bəli. Nə zaman hamı ayağa qalxdı? Sual verirəm. Nə zaman? Müəllim sinifə daxil olan zaman. Doğru fikir B variantıdır. Hamı qeyri-müəyyən əvəzliyi cümlənin tamamlığıdır. Hamı burada tamamlıq vəzifəsində deyil. Baxın, biz onu cümlə izvi olaraq mübtəda götürmüşük. Ona görə cavab tamamlıq yox, mübtəda olmalıydı. Cümlədə quruluşca düzəltmə olan bir neçə söz işlənmişdir. Cümlədə quruluşca düzəltmə olan sözlərə gəlin baxaq görək varmı? Müəllim sözü sadədir. Sinif sözü sadədir. Daxil olanda ifadəsi mürəkkəb feilin tərkib hissəsidir. Leksik şəkilçisi də yoxdur. Hamı sadədir. Ayağa sözü sadədir. Qalxdı ifadəsi sadədir. Baxıram ki, cümlədə leksik şəkilçili hər hansı bir yeni düzələn söz yoxdur. Deməli, D variantı da yanlışdır. Keçək E variantına. Deyir ki, xəbər feili sifət ifadə olunmuşdur. Ümumiyyətlə, bizim cümləmizin xəbəri ayağa qalxdıdır. Ayağa qalxdı ifadəsi feilin sonunda orada biz d şəkilçisini görürük. O, şühudi keçmiş zaman şəkilçisidir. Ona görə də biz bilirik axı feili sifətin şəkilçiləri hansılardır? An, ən, mış, miş, ası, əsi, acaq, əcək, malın, məli. Baxıram ki, bu şəkilçilərin içərisində d yoxdur. Deməli, bu feili sifətli ifadə olunmamışdır. Aydındır, şühudi keçmiş zaman şəkilçisidir. Ona görə E variantı da yanlışdır. Doğru cavab variantımız B variantı. 4-cü sualda deyir ki, fonetik təhlillə bağlı səhv fikri müəyyən edin. Gəlin baxaq müəllimlər. Deyir, təəssüflə sözündə 2 fərqli məqam var. Səs düşümü və səs artımı. Biz təəssüflə sözünün gəlin fonetik deməli tələffüzünü yazaq. Baxaq. Təəssüflə. Baxıram. Deməli, görürəm ki, burada səs düşümü qaydaya görə sözün ortasında yan-yana gələn eyni cinsli 2 qoşu saitdən birinə düşərsə, biz buna səs düşümü hadisəsi deyirik. Baxıram ki, burada əl səsinin biri düşüb. Bu doğrudur. Amma bundan əlavə təəssüflə ifadəsi, təəssüflə sözün 2 fərqli məqam var. Baxıram ki, ən saitinin biri düşüb və təəssüflə ifadəsi nə ifadə olunur. Deməli, burada fərqli məqam var. Yəni, səs düşümü və səs artımı hadisəsi baş verib. Məndən yanlış fikri soruşduğuna görə A variantı doğrudur. Əlağa sözü mürəkkəb söz olsa da vurğu son hecəyə düşür. Əliağa, əliağa, əlağa, əlağa. Bəli, sonuncu hecəyə düşür. B variantı da yanlış, doğrudur. Müttəfiq sözündə qoşa t samitlərindən. İkincisi, d kimi tələffüz olunmur. Baxıram, müttəfiq. Qoşa t-nın biri d-ya keçmiş olur axı. Deməli, yanlış fikrim C variantıdır, müəllimlər. Layihə sözündə kəmiyyət və keyfiyyət fərqi yoxdur. Bəli, necə yazılır, elə də tələffüz olunur. Məşhur sözünün tələffüzü yazılışından fərqlənmir. Bu da doğru fikirdir. Yanlış variantımız oldu, C variantı. 5-ci suala baxaq. Deyir, aşağıdakı cümlələrin hansında feili sifət ismi xüsusiyyətini daşısa da cümlənin mübtədası deyil. A variantında deyir ki, gələnlərin kimliyi
hamını maraqlandırırdı. Gələnlərin kimliyi, gələnlərin sözünün kökü nədir? Gəl. An-ən fe'li sifət şəkilçisidir də. Mənə deyir, amma fe'li sifət ismin xüsusiyyətini daşısa da cümlənin mübtədası olmasın. Gələnlərin kimliyi ifadəsi bütövlükdə üçüncü növ təyini söz birləşməsidir, müəllimlər. Hamını nə maraqlandırırdı? Cümləyə sual verək. Gələnlərin kimliyi. Birlikdə cümlənin mübtədası oldu. Gələnlərin kimliyi mübtəda oldu. Mənə deyir, mübtəda olmasın. Deməli, A variantını çıxacağıq. Oxuyanları mükafatlandırmaq üçün səhnəyə dəvət etdilər. Baxaq. Nə etdilər? Dəvət etdilər. Kimi? Oxuyanları. Oxuyanları sözünün kökü oxu fe'lidir. Anən nədir? Fe'li sifət şəkilçisidir. Baxıram ki, burada oxuyanları ifadəsi isimləşib. Görürsünüz, oxuyanları, yəni oxuyan şagirdləri və yaxud oxuyan uşaqları ifadəsi burada şagirdlər ifadəsi ola bilər. Oxuyan şagirdlər ismi düşüb, fe'li sifətin isminin bir növ şəkilçisini qəbul edib. Baxıram ki, tamamilə isimləşib. Yəni cümlənin xəbəri nə oldu? Dəvət etdilər. Düzdürmü? Kimi dəvət etdilər? Oxuyanları. Oxuyanları ifadəsi söz olaraq təsirlik halda olduğuna görə, baxın sondakı I şəkilçisinə görə, təsirlik halda olduğuna görə biz onu heç vaxt cümlənin mübtədası yox, cümləni nəyə götürə bilərik, müəllimlər? Tamamlığı götürə bilərik. Ona görə səhv cavab B variantıdır. Döyüşdə qəhrəmancasına vuruşanlar unudulmurlar. Nə edirlər? Unudulmur. Kim? Kim unudulmur? Vuruşanlar. Cümlənin mübtədası var. Ona görə C-də çıxırıq. Yarışda qalib gələnlər fəxri fərmanla təltif olundular. Nə etdilər? Təltif olundular. Kim təltif olundu? Yarışda qalib gələnlər. Mübtədası var. Keçmişini unudan gələcəyini qura bilməz. Nə edə bilməz? Qura bilməz. Kim qura bilməz? Kim gələcəyini qura bilməz? Keçmişini unudan. Bu da doğru fikir idi. Mübtədası var idi. Yəni mübtəda vəzifəsindədir keçmişini unudan ifadəsi. Yalnız B variantındaydı ki, təsirlik hal olduğu üçün biz onu nə götürdük müəllimlər? Tamamlıq götürmüş olduq. Baxaq 6-cı suala. O kitab oxuyanda çox dincəlir. Cümləsindəki oxuyanda fe'li bağlamasının morfoloji xüsusiyyəti ilə bağlı hansı fikir səhvdir? Oxuyanda ifadəsini soruşur yalnız. Fe'li bağlamasının morfoloji xüsusiyyəti ilə bağlı hansı fikir səhvdir? Gəlin baxaq. Yazıb təsriflənməyən fe'ldir. Müəllimlər. A variantını təhlil eləyəndə müəllimlər deyir ki, təsriflənməyən fe'ldir. Düzdürmü? Ümumiyyətlə, təsriflənməyən fe'l deyəndə biz nə nəzərdə tuturuq? Azərbaycan dilində fe'llər iki yerə bölünür də. Təsriflənən, təsriflənməyən. Əgər məsdər fe'li sifət, fe'li bağlamadırsa, deməli bu təsriflənməyəndir. Mən də baxıram ki, burada anda, əndə şəkilçisi var, fe'li bağlama şəkilçisi var. Deməli bu təsriflənməyən fe'ldir də. A variantı doğrudur. Ona görə çıxdıq. İnkarlıq şəkilçisi qəbul edə bilər. Bu da doğru fikirdir. İnkarlıq şəkilçisi qəbul edə bilər. Məsələn, oxuyanda, oxumayanda. Ola bilər. Quruluşca düzəltmədir yazıb. Quruluşca düzəltmədir. Bu səhv fikirdir axı. Oxu sözün kökü, fe'li istəyir burada bağlama şəkilçisidirsə, o heç vaxt söz düzəldən deyil. Yəni leksik şəkilçi deyil, qrammatik şəkilçidir. Anda, əndə fe'li bağlama şəkilçisidir, həm də qrammatik şəkilçidir. Qrammatik şəkilçilər heç vaxt yeni söz yaratmır, müəllimlər. Ona görə də sözün quruluşunu dəyişir. Amma onu düzəltmə eləyə bilmir. Ona görə quruluşca düzəltmək yox, baxın. Quruluşca sadə söz olmuş olacaq. Yəni cavab C variantı. Tərkib əmələ gətirmişdir. Bəli, kitab oxuyanda ifadəsi birlikdə tərkib əmələ gətirmişdir. Keçdik 7-ci suala. 7-ci sualın düzgün cavabını sizlərdən gözləyəcəm, müəllimlər. Yorumda mütləq 7-ci sualın cavabını yazmağı unutmayın. Bu sualı sizlərə həvalə edirəm. Ümidvaram ki, düzgün cavablayacaqsınız. Bu testlə bağlı olan nə varsa siz görəcəksiniz. Açarı sizə vermək istəmirəm. İstəyirəm ki, düzgün cavabı siz yazasınız şərhlərdə. Mütləq düzgün cavabınızı gözləyəcəm. 8-ci suala baxaq. Uşaqlar bağçadakı gülləri dəririrdilər. Cümləsindəki fe'li xəbərin morfoloji təhlilinə aid düzgün fikri müəyyən edin. Nə edirdilər? Dəririrdilər. Morfoloji təhlil eləyəcəyik, müəllimlər. Gəlin baxaq.
Deməli, dərirdilər sözünün kökü nədir? Dərmək feilidir. Dər. Sonra deyirik dərir. İndi hal-hazırda onu dərir. Nə edir? Dərir. Feilin indiki zaman şəkilçisidir. Düzdürmü? Dərirdi. Dərir idi. D burada idinin qısaldılmışıdır. Larlər nədir müəllimlər? Larlər cəm şəkilçisidir. Gəlin baxaq. Deyir, feil şuhudi keçmiş zamandadır. Xeyr, feil indiki zamandadır. Dərirdilər. Feil quruluşca düzəltmədir. Feil indiki zamandadır və hissəciklə işlənmişdir. Quruluşca düzəltmə deyil axı, quruluşca sadədir. Feil indiki zamandadır və hissəciklə işlənmişdir. Bax, bu doğrudur. İndiki zaman ir şəkilçisini gördük və idi hissəciyini görmüş oldu. Sözün kökü dəri. Xeyr, sözün kökü dəri deyil, dərmək feilidir. Feilin vacib şəklindədir, yanlışdır. Cavab oldu C variantı. Hansı tabesiz mürəkkəb cümlədə hadisələrin eyni zamanda baş verdiyi bildirilir? Eyni zamanda baş verdiyi bildirilir. Gəlin baxaq. Yağış kəsdi, buludlar dağıldı, günəş çıxdı. Baxın, yağış kəsir, yağışdan sonra bulud dağılır. Ondan sonra da günəş çıxır. Bunlar hamısı eyni zamanda baş vermir axı. Bunlar arasında müəyyən bir vaxt olur. Yağ külək əsir, gah leysan yağır. Məsəl üçün, tutaq ki, hava şəraiti elədir ki, birdən baxırsan ki, yağış yağır, birdən baxırsan ki, yağış dayandı, külək başladı. Bunlar eyni zamanda baş vermir. B də yanlışdır. Qapı açıldı və içəri tanımadığım bir qonaq daxil oldu. Qapı açılır, orada bir saniyə olur da, məsələn, bir neçə saniyədən sonra içəri insan daxil olur. Eyni zaman daxilində olmadı axı bu. C də yanlışdır. Bir tərəfdən musiqi səs gəlir, digər tərəfdən uşaqlar şənlənirdilər. Baxın, bu cümlədə hər iki hadisə eyni zaman kəsiyində baş verir. Yəni, eyni anda baş verir. Baxıram ki, bu tərəfdə musiqi ifa olunur, o tərəfdə uşaqlar əylənir. Deməli, eyni zaman daxilində baş verib. Yəni, doğru cavabımız D variantı. O otağa girdi, lakin heç kimi görmədi. Bu da yenə yanlış ifadədir. Cavab oldu D variantı. Aşağıdakı sözlərdən hansının vurğusu son hecaya düşmür? Gəlin bir vurğulu deyək, müəllimlər. Baxın, deyirəm komputer. Komputer, kompüter. Baxıram ki, burada sonuncu hecəyə düşdü. Rejissor, 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 rejissor. Baxın, sondadır. Leksika, leksika, leksika. Leksika demirəm ki. Leksika deyirəm. Deməli, leksika sözündə vurğu neçənci can üzərindədir? Birinci can üzərindədir. Doğru cavab variantımız C variantı oldu. Bugünkü izah bura qədər müəllimlər. Cəmi bir dənə sualın izahını sizə göndərdim. Mütləq ki, 7-ci sualın düzgün cavab variantını şərhlərdə yazmağı unutmayın. Sağ olun.